iki dost 50 il övladı olan qadından 7000 manat alıblar ki, sənə sosial mənzillərdən ev alacağıq. Bu tərbiyəsizlik öz yerində. Hər ikisinə 2 il 3 ay həbs cəzası verilib. Ancaq başqa sual yaranır axı. Sosial mənzillər məyər Midanın saytında onlayn və şəffaf formada satılmırdı? Nə baş verdi ki, sistemin yaranmasından neçə illər keçməsinə baxmayaraq, cəmaət fikirləşir ki, rüşvət verərək oradan mənzil almaq olar. Nə baş verdi ki, Sumqayıtda və Lənkəranda güzəştli mənzillər cəmi 23 saniyəyə satıldı. Necə oldu ki, 2022-ci ildə 500-ə yaxın mənzil cəmi 5 saniyəyə satılmışdı? Bizim bu get-gedə bahalaşan internetimizlə Midanın saytını açmaq elə 20 saniyə çəkir. Necə baş verdi? Bu mənzillər neçə faiz həqiqətən ehtiyacı olan insana çatdı? Əgər elə idisə, niyə bu dəqiqə o evlərin yarısı kirayəyə verilir? Suallar ritorikdir. Şübhəsiz, acgöz insan da çoxdur. Ancaq siz sistemi tərtib edəndə işbazlara da, dələduzlara da 50 dənə evi olub, buradan da ucuz ev alım kirayəyə verirəm deyən hərislərə də bax, bu cür zəmin hazırladınız. Hərçənd ki, əxlaqsızlığın bir üzü də elə budur. Ehtiyacı olan haqqını əlavə mənfəət üçün onun əlindən almaq.